Herkese salam yoldaşlar. Bugün sizlərlə əməliyyat sistemləri mövzusundan qəbula düşmüş 10 dənə sualın izahına birlikdə baxırıq. Birinci sualda bizə verilənləri hansı ardıcıllıqla icra etsək, bu gördüyümüz fayl yolu əmələ gələr deyir. Baxıram diqqətlə ki, faylımın yolu necədir? Birinci D diskindən ibarətdir, yəni D diskindən başlayan bir cümlə olmalıdır. Verilənlərimin arasında D diskinin cari disk etməli olduğum vurğulanıb. Bəli, birinci başladıqda D diskini cari disk edirəm, çünki faylım hal-hazırda baxıram ki, D diskindədir. Birinci 5. Baxıram 5 ilə başlayan variantlarım A və C variantıdır. Digərlərini tez bir şəkildə silirəm. Daha sonra nə edirik? Baxırıq ki, ikinci biz town adlı bir qovluq yaratmışıq. Bizə ikincidə verib town qovluğunu yaratmalı. Deməli, daha sonra town qovluğunu yaradıram. Aha, əla. Daha sonra isə nə edirəm? Görürsünüz, street qovluğu yaradıb. Harada yaradıb? Town'un daxilində yaradıb. Yəni, town'un içərisində street qovluğu yaradıb. Ona görə də town'u yaratdıqdan sonra daxil oluruq. Yəni, yaradılmış qovluğa daxil olmalıyıq. 2-dən sonra 4'ü yazmalıyım. Daha sonra street qovluğunu yaratmalı və ona daxil olmalıyam. 3. Sonda isə nə etməliyəm? Home.txt faylını yaratmalıyam. Deməli, ardıcıllığımız 5, 2, 4, 3, 1 şəklində olur. Yəni, bizə C variantını vermiş olur. Keçid edirik növbəti ikinci sualımıza. Bizə deyir ki, hansılar qrafik tipli faylların genişlənmələridir? Baxırıq. Birinci CDR veribdir, CDR. Bu bizim CorelDRAW proqramımızın genişlənməsidir, yəni qrafiki redaktordur. Bəli, birincini götürürük. Daha sonra ikincidə BAT var, .bat. Demişik ki, əmr fayllarımın genişlənməsidir. BMP var, bəli, Paint'dəki fayllarımın uzantılarıdır. Bu da qrafiki redaktorumdur. RTF, WordPad'in və yaxud da ki, Word-ün köhnə versiyalarının uzantısıdır. Qrafiki fayl deyil, mətnlərə aiddir. Back var, backup, yəni sürətin yaradılması. PNG, bəli, bizim qrafiki fayllarımızdır, şəkillərimizə aiddir. .com, xeyr, aid deyil. PCD isə Photoshop'un genişlənməsidir, bəli. Deməli, variantlarım 1, 3, 6, 8, 70 olur. Yəni, cavab C variantını bizə verir. Daha sonra digər sualla davam edirik. Üçüncü sualda bizə deyir ki, belə bir qovluq var. Tələbəmiz bu qovluqda iş görürdü. C diskində fotonun içində şəhər, onun da içərisində Bakı qovluğunda iş görürdü. Sonra kataloq ağacında bir səviyyə geriyə qayıdaraq, hansı ki, mən hal-hazırda Bakıdayam, bundan bir səviyyə geriyə hara qayıdıram? Şəhərlərə geriyə qayıdaraq Sumqayıt alt qovluğuna daxil olur. Deməli, şəhərlərin içərisindəki Sumqayıta daxil olmalıyam. Baxıram, tez şəhərlərdən sonra Sumqayıt olmalıdır. Y variantında heç yoxdur. Şəhərlərdən sonra Sumqayıt hardadır? D variantındadır. Aha, Sumqayıta daxil oldu. Həmin qovluqda foto 15 rpg faylını silir. Hansı ki, Sumqayıtdan sonra görürsünüz, foto 15 rpg faylını silir. Tələbənin sildiyi faylın tam adını müəyyən edin. Heç bir sualı sona qədər oxumadan variantımızı tapmış olduq. Çünki diqqətli oxusaq, hər bir şey yerinə yetirmiş oluruq. Davam edirik 4-cü sualla. Bizə deyir ki, interfeys növlərinə aid olmayanları müəyyən edin. İnterfeys nədir? İnterfeys mənim kompüterimin mənimlə aramda qurduğu əlaqədə deyə bilərsiniz. Aparatlarımın, proqramlarımın qarşılıqlı əlaqəsi, eləcə də istifadəçi ilə kompüterin qarşılıqlı əlaqəsi başa düşülür. İnterfeysimin növləri ən birinci istifadəçi interfeysini götürmüş oluruq. İstifadəçi interfeysinin özünün var idi, əmr yox, əmrli interfeysi, əmrli. Ona görə tez bunu götürmürük, əmri görüb, əmrli idi, əmrli interfeys yoxdur. Bir də var idi qrafiki, yəni obyekt yönlü interfeys. Biri tez çıxdıq, altını da götürdük və variantlarımıza nəzər salırıq. Variantla işləməyi hər zaman öyrənirik. Baxıram ki, birinci variantım olmayacaq. Ona görə D ilə Y avtomatik getdi. 6 da mütləq olmalıdırsa, cavabım avtomatik çıxır C variantı. Və həqiqətən də bizim aparat interfeysimiz və proqram interfeysimiz də var. Əlavə olaraq maşın-insan interfeysimiz və s. kimi interfeys tiplərimiz də mövcuddur.
Daha sonra keçid edirik 5-ci suala. 5-ci sualda bizə deyir ki, interfeys fayl sistemi haqqında verilmiş fikirlərdən doğru olanları müəyyən edin. Baxırıq. Susmaya görə klasterin ölçüsü 4 kilobaytdır. Bəli, doğrudur. Susmaya görə interfeys fayl sisteminin ölçüsü 4 kilobayt olmuşdur. Yalnız flash yaddaş tipli mobil daşıyıcılarda istifadə edilir. Xeyr. Fayllar haqqında məlumatlar MFT cədvəlində saxlanılır. Bəli, yəni şifrələyərək göndərilirdi məlumatlar və s. bu tipli cədvəllərdən istifadə edərək. Faylların şifrələnərək mühafizə olunması imkanını verir. Bəli, tamamilə doğrudur. FAT-dan əsas fərqi o idi ki, o faylları şifrələyərək mühafizə edirdi. Maksimum 128 terabayt həcmli disklərdə işləmə imkanı vardır. Xeyr, müəyyən olmuş bir standart qaydası yoxdur. Petabaytlarla falan da ölçülə bilər. Yəni, böyük həcmli disklərimlə də işləyə bilərəm. Ona görə cavabım 1, 3, 4 etmiş olur. D variantı edir. 6-cı sualda fevralın qəbul salı olubdur. Baxırıq, bizə deyir ki, doğru fayl adını müəyyən edin. Yadımızda saxlamalı olduğumuz məqam. Faylların adında hansı simvollardan istifadə edilə bilməz? 2 nöqtə, qoşa nöqtədən, qoşa nöqtə. Mən bunu bu şəkildə yox, bu şəkildə sizə ifadə edəcəm ki, belə deyim, sizə insan silüeti yaradacağım, yadınızda qalsın. 2 qoşa nöqtə, daha sonra isə bir dənə bizim var idi ulduz işarəmiz. Bu oldu insanın başı. Daha sonra mənim dırnaq işarələrim var idi. Bu olsun bunun qulaqları. Sual işarəm var idi. Düzünə, sağa, sola slashlərim var idi. Bir də böyükdür, kiçikdir simvollarım var idi. Gördüyünüz bu insan silüetində olan simvollardan mən faylımın adında istifadə edə bilmərəm. İndi baxıram, görürsünüz burada sual işarəsi var. Dedik ki, olmaz, çıxırıq. Daha sonra qoşa nöqtəni görürsünüz burada. Dedik ki, olmaz, getdi. Daha sonra burada nə görürsünüz? Bir dənə düzülən slash görürsünüz, getdi. Qalırıq A ilə Y arasında. AUX-da bizim qadağan olunmuş fayl adlarımız da var idi. Hansı ki demişdik bundan öncəki videomuzda AUX idi, null idi, PRN idi. Daha sonra demişdik ki LPT 0-dan 9-a idi. Sonra COM 0-dan 9-a idi. Bir də CON idi. Bu simvollardan da, yəni bunlardan da biz fayllarımızın adında istifadə edə bilmərik. Ona görə Y də gedir, qalır bizə A variantı. Uzantı hissəsində PRN-dən istifadə edə bilərik. Bəli, uzantıda olar. Görürsünüz, uzantı hissəsidir. Amma ad hissəsində olmaz. Ad hissəsində var burada AUX, olmaz. Daha sonra davam edirik 7-ci sualla. Bizə deyir ki, resurslardan istifadənin tipinə görə əməliyyat sistemləri necə təsnif olunur? Resurslardan istifadənin tipinə görə əməliyyat sistemləri iki cür olur, şəbəkə və lokal. Paket emalı, vaxt bölgülü, real vaxt miqyaslı bizim informasiya emalı rejiminə görə idi. Əmrli obyekt yönlü isə dedik ki, istifadəçi interfeysinin tipinə aid idi. Bir məsələli, çox məsələli, yerinə yetirə bildiyi məsələlərin sayına görə idi. Bir resurslu, çox resurslu tipi isə ümumiyyətlə yox idi. Daha sonra keçid edirik 8-ci suala. Şəklə əsasən foto JPG faylının tam adı necə olar deyir. Diqqətlə baxırıq. Deməli, nə istəyir bizdən? Foto JPG istəyir. Baxıram ki, foto JPG burada hal-hazırda bildirib. O nəyin içərisindədir? Qrafikin içərisindədir. Qrafik hardadır? Y diskindədir. Deməli, mənim yolum olacaq Y diski, daha sonra qrafik faylı, daha sonra isə foto JPG. İndi bunu yazdım. JPG. Baxıram ki, variantlarından hansı uyğundur? Y-də, qrafikdə, foto JPG. Y variantı uyğun gəlmiş olur. 9-cu sualda interfeys fayl sisteminin FAT fayl sistemi ilə müqayisədə əsas üstünlüklərini müəyyən edin deyir. Birinci nasaz klasterlər təkrar istifadə olunur deyir. Xeyr, təkrar istifadə olunmurdu. Nasaz klasterlər bəli, bərpa olunurdu sistem tərəfindən. Hansı ki, klasterin işi dayandırılıbsa, sistem onu avtomatik təyin edib yenidən hesablayırdı klasterlərin bölünməsi qaydasını. Amma təkrar istifadə olunmurdu.
Disk 512 baytlı sektorlardan təşkil olunmuşdur. Yanlışdır. Hər bir klaster üçün 4 baytdan istifadə olunurdu. Yox, 4 kilobayt olsaydı, bəli, susmaya görə 4 kilobaytdan istifadə olunurdu. Faylların fragmentasiyası azalırdı. Bəli, faylları səpələnmədən qoruyurdu. NTFS fata nisbətdə. Hər bir istifadəçi üçün ayrıca recycle bin təmin olunurdu. Bəli, tamamilə doğrudur. Hər bir istifadəçi account üçün ayrıca recycle bin təmin olunurdu. Ona görə cavabım 4 və 5 olmuş olur. Daha sonra 10-cu sualımızda bizə deyir ki, hansı maskalar Bakı 2015 adına uyğun gəlir? Maska simvollarım hansı idi? Sual işarəsi ilə ulduzuydu. Sual bir simvolu əvəz edirdi. Digəri isə, ulduz işarəsi isə bir simvol, bir neçə simvol, hətta boşluğu belə ifadə edirdi. İndi baxaq. Bizə nə verib? Bakudan əvvəldə bir sual işarəsi verib. Bakudan əvvəl bir simvol varmı? Xeyr, yoxdur. O zaman bu nəyi ifadə eləyir? Nəyi əvəz eləyir bu bizim şablonumuz, maskamız? Heç nəyi. Ona görə yanlışdır. Burada sualın yerinə ulduz olsaydı, bəli, ulduz boşluğu əvəz eləyə bilərdi. Amma sual işarəsi mütləq bir simvol əvəz etməlidir. Ona görə bu yanlışdır. İkinci variantıma baxıram. Mənə Bakudan əvvəldə, bəli, dedik ki, boşluğu əvəz eləyə bilər. Ulduz oldu. Bakıdan sonra da isə ancaq bir dənə sual işarəsi var, hansı ki 2-nin yerinə keçmiş olur. Bəs 0-15-i nə təyin eləyəcək? Bu da yanlış olmuş olur. Üçüncü sualda Bakudan əvvəldə boşluğu ifadə eləyibdi bizim ulduz simvolumuz. Bəli, doğrudur, ola bilər. Bakudan sonrada isə 2015-i əvəz edib. Bəli, tamamilə doğrudur. Bir neçə dənə simvolu ifadə edə bilər. Dördüncü sualda 2015-dən sonraya boşluğu, yəni ifadə eləyirmi bizim ulduzumuz? Eləyə bilər. Və öndə Baku hissəni ifadə eləyib, bəli, ola bilər. 3 və 4. Daha sonra Bakudan əvvəldə dedik ki, sual işarəsi ola bilməz. Ona görə buradan getdi. Burada isə Bakudan sonra yalnız 2-ni əvəz edəcək. Bəs 0-15 harada qaldı? Ona görə bu verilmiş variant səhvdir. 6-cı sualda da həmçinin onun kimi 2015-dən sonra boşluğu əvəz edə bilməz bizim sual işarəmiz. 2015-dən öncə də Bakuda yalnız U hərfini əvəz eləyəcəkdir bu verilmiş sual işarəsi. Bu Bak sözü isə qalacaq. Ona görə 6-cı sualda gedir. Qalır bizə 3 və 4-cü variantlarım, yəni cavabım B variantı. Bu isə qəbul sualı deyil idi. Əlavə olaraq bu sualı da sizlər üçün izah etdim. Növbəti görüşlərdə görüşənə qədər.